Word açdıq. Keçək. Əla. İndi yeni bir mövzuya baxacağıq C+-da. Yəni C+-da ümumiyyətlə yeni bir mövzuya baxacağıq. Proqramlaşma dillərində fərqi yoxdur. Sadəcə biz C+ üzərindən baxırıq. Sortu bildik. Bizim indi C+-la bağlı öyrənəcəyimiz çox az şeylər qalıb. Onları da yekunlaşdırıb alqoritmlərə keçəcəyik. Yəni bizim kampımızın əsas məqsədinə. Deməli, indi biz C+-da funksiyalara baxacağıq. Ümumiyyətlə, funksiyaları nə üçün istifadə edirik və s. Yəni, funksiyalar bu arada çox lazımlı mövzulardan biridir. Çünki bizim işimizi çox asanlaşdırır və səhv eləməyimizin kifayət qədər qarşısını ala bilir. Bu arada int main də özü bir funksiyadır. Yəni, adına məlum olur ki, main funksiyadır, əsas funksiya. Yəni biz kompilatoru işə salanda mainin içində olan prosesləri icra edir. Yəni bizim üçün. Təbii ki, yəni əlavə funksiya yaradırıq, onun içindəki prosesləri icra olunur. Amma bizim yəni gördüyümüz ən əsas icra işi mainin daxilində başlayır. Kompilator yəni bütün kodu oxuyur. Amma mainin daxilindəkiləri icra edir birbaşa. Deməli, funksiya ümumiyyətlə funksiya. Yəni ümumiyyətlə biz indiyə qədər bütün kodları mainin içində yazırdıq. Artıq funksiyanı öyrənəndən sonra mainin xaricində, sadəcə qlobal dəyişənləri mainin xaricində elan eləməyi demişdiksə, artıq mainin xaricində də kodlar yazmağa başlayacağıq. Niyə yazırıq? Məsələn, bəzən olur ki, toplama əməliyyatı olur, tutaq ki. Toplama əməliyyatını dəfələrlə biz bir neçə dəfə proqramı daxilində yazırıq, tutaq ki, 15 dəfə, 20 dəfə toplama əməliyyatı yazırıq. Təbii ki, yəni bu bir kod təkrarıdır. Yəni kod təkrarı artıq yorur. Yəni toplama yazmaqdan bezirsən bir növ. Həm də yəni eyni işi bir neçə dəfə görəndən sonra, yəni texniki də olsa birdən bəzən görsən xəta eləyirsən. Yəni bir də var ki, məsələn bir proqramda 20 dəfə toplama yazmısan, amma bir dənə toplama funksiyası 20 dəfə onu istifadə eləmisən. 20 dənə toplama yazanda tutaq ki, hər hansısa birində xəta varsa, gərək onu baxasan ki, hansı xətanı solv eləyəsən. Amma bir dənə funksiya yaradıb xəta alsan, yəni funksiyanın daxilində problemi həll eləmək avtomatik, yəni digərlərində də problemi həll edir. Funksiya ümumiyyətlə kodun bir parçasına ad qoymaqdır funksiyanın özü. Biz riyaziyyatdan da funksiya veririk. Məsələn fx bərabərdir x plus 2 funksiyası. X plus 2 əməliyyatdır. X plus 2 əməliyyatı icra olunur. Fx onun adıdır sadəcə. Yəni ad qoyuruq bu digər tərəfdə. Yəni burada da eyni məntiqdir. Yəni həmin yerdən, yəni riyaziyyatdan gəlib proqramlaşdırmaya adını götürüb funksiya qoyublar. Yəni məsələn mən sizə bir dənə sadə funksiya nümunəsi göstərim. Ədədin kvadratının tapılması. Məsələn bir ədədin kvadratını tapmaq istəyirik. Yəni normalda biz məsəl üçün yəni tutaq ki, A-yı daxilləmişik, cout A vurulsun A kimi yazsaq biz yəni ədədin kvadratını tapa bilirik. Amma bunu gəlin biz funksiya kimi yazaq. Məsələn ədədin kvadratı biz tam ədədə bax, həqiqət tam ədədlərə baxırıq hələ ki, deyək. Onca int tipində yazırıq. Int adın özümüz qoya bilərik. Baxın bu funksiyanın ümumiyyətlə gəlin belə deyək. Yəni biz şablon olaraq göstərim. Baxın funksiyanın tipi. Sonra funksiyanın adı. Mötərizə açılır, bağlanır. Mötərizənin daxilində hər hansı bir şey yaza da bilərik, yazmaya da bilərik. Yazsaq necə eləyəcəyik, yazmasaq necə eləyəcəyik, onları mən sizə deyəcəm. Və daxilində də burada bir dənə əməliyyat yazırıq. Biz bu funksiyanın tipini təyin eləyirik. İcra olunan əməliyyat funksiyanın tipində dəyər qaytarmalıdır bizə. İcra olunan əməliyyat. Və funksiyanın adı var. Həmin bu funksiyanın adı belə götürüb biz aşağıdakı proqramımızda istifadə eləyə bilərik. Yəni istifadə eləsək bu funksiyanı, yəni kompilator gəlib bunu oxuyanda, yəni icra eləməyə başlayanda avtomatik bunun daxilində olan əməliyyatı burada icra eləyəcək. Yəni baxın burada biz tutaq ki, mainin daxilində çox qarışıqlıq olmasın, yəni mainin daxili sadə olsun, gözümüzə hər şey sadə dəysin deyə. Yəni bizim bəzi mürəkkəb prosesləri mainin xaricində bir funksiya daxilində icra eləyirik. Sonra gətirib mainin daxilində sadəcə funksiyanın adını yazaraq həmin prosesi sadələşdirə bilirik. İndi gəlin biz buna nümunə olaraq
kvadrat, ədədin kvadratının tapılmasını funksiya olaraq yazaq. Məsələn, funksiyanın tipi biz götürürük int. Funksiyanın adı nədir? Ədədin kvadratıdır. Elə yazıram kvadrat. Yəni bir dənə də ədəddir. Və bura mütləq və mütləq bizim göndərəcəyimiz ədədində tipin yazmalıyıq. Int tipində bir dənə ədəd qəbul eləyir, onun kvadratını tapır və bizə int tipində dəyər qaytarır. Bu o deməkdir. Baxın, kvadrat adlı funksiyamız var. Int tipində dəyər qəbul edir və int tipində dəyər qaytarır main funksiyasının daxilinə. Əməliyyatda təbii ki, nə olacaq? Return A vurulsun A. Və yadda saxlayın, tipi olan, ümumiyyətlə funksiyanın hamısının tipi var. Yəni tipi int, float, double, bildiyimiz bizim ədəd tipləri olan, dəyişən tipləri olan bütün funksiyaların daxilində return yazmalıyıq. Çünki burada returnun qarşısında yazdığımız əməliyyat bu funksiyanın dəyərini qaytarır. Yəni burada int tipində A qəbul edir və return A vurulsun A qaytarır. Yəni kvadrat qaytarır. Məsələn, gəlsək burada yazsaq, məsəl üçün, bax, cout, yox, int bir dənə n yazsaq, sin n yazsaq, yəni n-i klaviatına daxil elədik və cout nə eləsək, cout kvadrat 3. Bu nə olacaq? Baxın, kompilyator gəldi. Main'i başladı oxumağa. Int n gördü. Bildi ki, int tipində n dəyərimiz var. Və onu sin n gördü. Yəni klaviaturadan n-i sindən daxil eləyəcəyik. Okey, başa düşdü. Cout çıxışa veririk. Nə? Kvadrat. Kvadrat nədir? Buradakı kvadratdır. Kvadrat 3'ü gördü, oxudu. Avtomatik 3'ü götürdü, gəldi bura. Kvadrat int A. 3'ü qoydu A-nın yerinə. A vurulsun A-nı hesabladı. Return elədi int tipi ilə təzədən bu kvadrata. Və cout avtomatik bu A vurulsun A-nı burada hesablayır elə bil. Yəni baxın, indi bunu biz işə salsaq. Adını qoyaq funksiya. Okey, save eləyək. İşə salırıq. Dəyər salmalıyıq. Məsələn 3. Və bizə avtomatik 9 cavabını qaytarır. Məsələn, indi cout kvadrat, məsəl üçün, cout bir dənə də məsəl üçün kvadrat, burada niyə 3 yazmışıq biz? Burada n yazmalıydıq bu arada. Bax, input 3 vermişəm. Məsələn, bura 3 yazaq indi. Elə bunu kommentatora əmələliyik. Gətirib mən bura 5 dəyəri də yazsam, cavab 9 verəcək. Niyə? Çünki mən artıq burada 3 yazmışdım. Çünki 3'ün kvadratını hesablayır. Əgər biz klaviatını daxil edilmiş ədədin kvadratını hesablamışsa, bura n yazmalıyıq mütləq surətdə və run eləyirik. N-in qiymətini daxil eləyirik və cavabımızın 25 olduğunu görürük. Yəni, lap 5 yox, nə bilim, mənfi 98. 9604 kvadratını hesabladım. Əla. İndi gəldik bura. Cout məsəl üçün kvadrat n yazdıq. Bura n-in kvadratını tapırıq. Yəni məsələn bura 10 yazdıq bir dənə. Bura bir dənə handle qoyaq ki, qarışmasın. Handle. Okey. Bir dənə də bura endline qoyaq. Okey. Okey. Bir dənə də məsəl üçün belə bir şey hesablayaq. Cout kvadrat məsəl üçün 5 plus 1. İndi nə olacaq? Burada bir dənə n daxil eləyəcəyik. Bu n-in kvadratını tapacaq. Yəni burada n vurulsun n olacaq nəticəmiz. Burada nəticəmiz olacaq 10 vurulsun 10. 10 vurulsun 10, yəni 100. Burada nəticəmiz nə olacaq? 5 vurulsun 5, üstünə gəlsin 1. Yəni 5 5-ni 25 ola bilir 26. Gəlin yoxlayaq. N neçə verir? Hə, n vurulsun əsas yazmışdım. Məsələn, n bir dənə n-i 2 daxil eləyirik. N-i 2 daxil eləyəcəksə, deməli, n-i 2 daxil eləyəcəksə, cavabımız olacaq burada 4, sonra 100, sonra 26. 4, 100 və 26. Yəni, ən sadə funksiya nümunəsi budur. Məsələn, baxın, burada mən gəldim elə birbaşa kvadrat yazdım, kvadrat yazdım, kvadrat yazdım. Yəni, bu funksiya olmasaydı,
Gəl mən burada məsəl üçün m vur n, 10 vur 10, 5 vur 5 plus 1 yazmalıydım. Yəni bu okey görünə bilər ki, yəni 5 vur 5 plus 1 yazaram da kvadrat 5 yazmaqdansa bu sadə bir əməliyyatdır, sadə bir işdir. Yəni sadə bir işdə çox da fərq eləməyə bilər. Amma tutaq ki, burada böyük bir iş olsa, yəni fərqli bir funksiya olsa, onda təbii ki, bizim üçün fərq eləyəcək kifayət qədər. Deməli, funksiyaya verdiyimiz bax buna, bax bu isə parametrdir. Parametr deyirik. Yəni bunun adı parametrdir. Bunu da yadda saxlayaq. Funksiyanın tipi, adı və parametri. Yəni daxilində verəcəyimiz və bu bir dənə olmaya bilər. Məsələn int a, int b ola bilər, int b ola bilər. Məsələn burada da a vurulsun b ola bilər. Onda iki ədəd hasilini qaytaran funksiya olacaq artıq. Məsələn burada da eyni ilə. Məsəl üçün bura n və m yazacağıq. Ta ki sin n və m yazacağıq 2 dənə ədəd və mütləq burada nə qədər parametr vermişiksə funksiyamıza. Burada da funksiyanı işə salsam, onda parametri təyin etməliyik. Məsələn, burada tək mən 10 yazdım, tək 5 yazdım. Yəni bunu işə salsam nə olacaq? Bax görürsən, avtomatik error verir. Deyir ki, yəni buradan 2 dənə parametr təyin etməlisən, amma burada da 1 parametr daxil etməlisən. Burada mütləq 2 dənə parametr verməlisən. Bunun cavabı olacaq, deməli 5 vur 9 üstə gəl 1, 46. Burada olacaq 10 vurulsun 5, 50. Burada olacaq n vurulsun m. İndi işə saldıq. Məsələn 200 təyin elədim. 200 təyin elədim deyə burada cavab olacaq 2 vur 3 6, 50 46. 6 50 46. Yəni funksiyanın sadə olaraq işi budur. Yəni məsələn burada heç return olmaya da bilər. Məsələn daha böyük ola bilər. Məsələn if əgər məsələn a böyükdürsə, böyük ədəd tapan funksiyadır. A böyükdürsə b-dən. Ondan nə olmalıdır? Siyahut elə bir mainin daxilində siyahut verdiyimizi orada return kimi qaytarmalıyıq. Çünki bu funksiyadır. Mainin daxilində işləyir şey. Return a əks halda ez yaza bilərik. Ez yazmasaq belə olar. Niyə? Return b yaza bilərik birbaşa. Zaten a böyük b olanda hər halda return-a qaytaracaq. Yəni bu proses icra olunmadıqsa, deməli B-A-dan A böyükdən B böyük deyil. Yəni bu avtomatik bu proses icra olunacaq. Yəni bu proses icra olunandan sonra, yəni bundan returndan sonra gələn heç bir proses aşağıda icra olunmur. Yəni return icra olunur, funksiyanın işi bitdi. Yəni əgər bu proses icra olunmursa, avtomatik keçəcək bura və bu proses icra olunacaq, yenə funksiyanın işi bitəcək. Yəni bura ez də yaza bilərik. Ez yazmaya da bilərik. Yəni, məsələn, indi bura 2 dənə ədəd daxil eləmişik. Adın kvadrat qoyduq, elə. Adın istəyirsə dəyişək. Adın böyük. Məsələn, bunları götürək buradan. Bunu da götürək. Okey. Bura kvadrat yox, məsələ yazaq böyük. Böyük yazdıq. İndi icra eləyirik. Məsələn, birinci A böyükdən böyük olsun. Məsələn, 10 və 6-nı müqayisə eləyirik. Çıxışa 10 verir. İkinci halda da B-dan böyük olsun. Məsələn 6 və 10 yerlərini dəyişib yazıram. Yenə 10 çıxışa verir. Yəni proqramımız düz işləyir. 2-dən bərabər hal olanda 6 və 6. 6. İndi bərabər halında bura işləyir, yoxsa bu return işləyir sizcə? Return B işləyir. Yes. A-nın sadəcə burada ciddi böyük olmağını yazmışıq biz. Yəni A ciddi böyükdür, B yazmışıq. Yəni A əgər B-dən ciddi böyük deyilsə return B icra olunsun və 6 6 bir-birinə bərabərdir. Yəni 6 6-dan ciddi böyük deyil. Ona görə də return B prosesi icra olunur. Buna deyiriksə 2 parametrli funksiya. Bayaq yazdığımız bir parametrli funksiya idi. Bunlar int tipində olan funksiyalardır. İndi başqa tipdə olan funksiyaya baxaq. Yaxşı. Int olmasın, başqa bir tipdə olan. Elə bunu görürsünüz qoyuram, heç kod silmirəm. Yəni burada qoyub aşağısından başqa funksiya yazıram. Çünki artıq bunun mənə bir maneəsi yoxdur. Nə qədər ki mən main daxilində onun adını çəkmirəmsə, yəni o qalıb sadəcə proqramda. Yəni o mənə heç bir maneəsi yoxdur, istifadədə olunmur. Yəni sadəcə main daxilində adını çəkiləndə gedir kompilator, bunu run eləyir, işlədir, gəlir. Bu qədər. İndi bir dənə məsəl üçün bool tipində funksiya yaradım. Bool adını da qoyum cütdür. Cütdür, məsəl üçün bir dənə də int a verək bura. Bir ədədin cüt olub olmadığını yoxlayır. Amma dəyər kimi nə qaytarır bizə?
Bool. Aha, bool qaytarır. Yəni burada nə dəyər vermişiksə, funksiyanın tipi nədirsə, o tipdə də dəyər qaytarmalıdır. İndi bir ədədin cüt olub olmadığını yoxlayıram. Mənə true və ya false qaytarmalıdır təbii ki. Məsəl üçün buraya yazıram ki, məsələn yazıram ki, if əgər x faiz 2 bərabərsə 0-a, return nə qaytarsın? Return true qaytarsın. Okey. Əks halda da, yəni əks halda dedimdə bayaq belə yazırıq. Return false qaytarsın. Düz. Düz. Burada da bir dənə n daxil eləyirik. Bunları silək. Okey. Cout, cout. Hə, cout. Cout nə? Cütdür. Cütdür n. Niyə olmadı? Yes. Burada nə idi? Parametr. A. Burada nə yazmışam? X yazmışam. Funksiya X-i tanımır axı. Yəni avtomatik burada mən mütləq burada nə parametr təyin eləmişəmsə, mütləq onu da daxilində həmin parametri istifadə eləməliyəm. Məsəl üçün yazıram 4. Cavab qaytarır 1. 1 yəni true deməkdir. Kompüter 0-1-lərlə işləyir. Məsələn 5 qoysam 0 verəcək cavab. Əla. Bəs yaxşı, bunu necə mən qısalla bilərəm? Necə optimallaşdıra bilərəm? Modul 2 faiz 2 bərabər 2-dən bərabər 0. Yes, düzdür, təbii ki. Return A faiz 2 bərabər 0. Bu nədir? Bu müqayisə operatorudur. Demişdim axı sizə daha doğrusu. Müqayisə operatoru bizə nə qiymət verir? Ya true verir, ya false verir. Yəni avtomatik olaraq heç if lazım deyil bizə. Yəni bunun qiyməti əgər bu proses düzdürsə true qaytaracaq, səhvsə false qaytaracaq. Əvvəldə return var. Yəni eyni prosesdir, yəni icra olunur. Yəni yenə gətirib mən bura 10 yazsam, 20 yazsam, okey. 1 verir çünki cütdür. Bura gətirib 25 yazsam, təkli və 0 verəcək cavab bizə. Yəni baxın müqayisə operatorlarının bu xassələrində. Düzdür, bayaqkının heç bir fərqi yoxdur, yəni. Yəni sadəcə burada 2 sətir yazmışdıq, burada 1 sətir yazmışıq. Yəni heç bir fərqi yoxdur. Amma bu daha belə deyək ki, sənin bilirsən, yəni düz. Çünki return səndən burada true və false cavabı gözləyir. Ya true gözləyir, ya false gözləyir. Yəni mütləq orada müqayisə salamlar. Hə, orada mütləq sən müqayisə ilə bir şey qaytarmalısan, true və yaxud false qaytarmalısan. Əla. Funksiyadan avtomatik casting yoxdur bu yəni. Necə yəni? Yəni məsəl üçün Pythonda belə bir şey var ki, hər bir ədəd 0 deyilsə, true-ya casting olunur. 0-dırsa elə false olur. Aha, indi onu necə düşünürsən sən? Yəni elə qaldığım 2-yə versək, belə yazsaq, ya 0 ya 1 verəcək. Birdən fərqli qiymət verə bilər, hansı olursa. okey. Bura qiymət yazaq. Okey. 0 verdi. Bəs qarşısına nida qoya bilərik. Nida, bunun qarşısına. Bunun qarşısına da qoyaq. Avtomatik işləmə. Okey, 12 yazaq. İşləyir. İşləmədi. 12-yə 0 vermədi. 12-yə 0 verməlidir. 12 düzdür axı, necə niyə 0 versin? True verməlidir, 1 verməlidir. Onda nida şeydən heç bir effekt verir. Nida. Nida niyə effekt versin ki? Çünki funksiya bu ilə gözləyir. Okey. İnşaatı vermək olursa, A bölüsünü 2, A bölüsünü 2 orada indi. Bu dəyişim işarə verirsən. 0 orada ədəd kimi görür. Dəyişim. Tamam, True false kimi görür.
Bəlkə qarşısına belə yazaq. Buradan olar. Əslində onu deyirdim. O bir dənə qabağına nida qoyulur, inkarı versin. Çünki cütlüsə 0 verəcək, təhcisə 1. Mhm. İnkarı Məsələn bunu yoxlayaq bir dənə. Məsələn bax 12 yazıram. Düz verir də, niyə biz nida qoyuram qarşısına? Sıfırın bulyanı birdir. 0 niyə 1 oldu ki? Böyle yəni. Pythonda fərqlidir. Dediyim kimi sıfır bir Gəl, gəlin baxaq yaxşı. Gəlin bura. Baxın indi. Ha, bizə nə gözləyir? Bu input gözləyir. Inputa ehtiyac yoxdur. Plus dilində fərqlidir. Sıfırın bulyanı sıfırdır. Yerdəqanın digər ədədlərin bulyanı 1-dir. Sıfır məsələn hesablayır. 0 ise səhvdir, 0 deyilsə düzdür. Yes. Təbii ki də, yəni. Əslində Pythonda da elədir. Sıfırın bulyanı Pythonda elədir. Hansı dil əksinədir bu? Hansı proqramlaşma dilində əksinədir? Sıfırın bulyanını 1 qaytarır. Yerdə qalanların bulyanı 0 qaytarır. Yəni normal olaraq da, yəni sıfırın bulyanı 0-dır. Yerdə qalan ədədlərində bulyanı 1-dir. Yəni mənfi olsa nə olacaq ədəd tutaq ki? Mənfi 1-dir. Ona nə cavab verəcək? 0 olmalı. Yox, 1 verir. Hə, bulyan məntiqi budur. Bulyan ya 0 görür, ya 1 görür. 0-ı 0 kimi görür, yerdə qalan hər şey 0-dan fərqlidir kimi görür deyə 1 verir avtomatik. Və sən təbii ki, burada cavab 0 alınanda bulyan yazırsan və bizə avtomatik bulun məntiqinə görə düz verir də. Yəni 0 olmağı bu ifadənin nəticəsinin 0 olmağı cüt deməkdir. Və əgər bulyan bizə burada true qaytarsa, deməli 0 görür orada. Və sonda yəni deməli düzdür bu. Amma maraqlısı o idi ki, bunu əlinlə yazmalıyam. Halbuki görür ki, funksiya editörünü buldu, özü bula çevirir. Yox. Avtomatik çevirir. Dedim axı plus manual dildir. Hər şeyi əlinlə eləməlisən. Yenə də return type vermişəm. Onda mən deyərəm ki, daha return type vermişəm, heç parametr type da verməyim. Hə, onun nə fərqi? Ya verməlisən, onun əlaqəsi yoxdur, yəni onu verməlisən belə. Sən deyən bir auto var, özü tam deyil. Yes. Heç bir şey, bul funksiyası 2 cavab qaytarır, 0 qaytarır və yaxud 1 qaytarır. Bu funksiyasına baxdıq. Yəni funksiyanın, yəni tipin işləmə məntiqi nədirsə, funksiyanın da işləmə məntiqi ona uyğun gedir. Bul yazsaz return bul qaytarmalıdır, int yazsaz int qaytarmalıdır. Yəni bura float yazsaz float qaytarmalıdır. Yəni onun sizin təyin eləməyiniz asılıdır. Amma bir dənə fərqlisi var. Return qaytarmayan funksiya var. Void. Void funksiyası return tipi qaytarmır. Yəni buna heç nə qaytarmayan funksiyada deyirik. Void funksiyasıdır. İşi görür, nəticəni çap eləyir. Maindən eyni məntiqlə işləyir, sadəcə əlavə funksiyadır. Yəni bura məsələn mən void yazıram. Bura cütdür yazım. Nə bilim, salamlamaq bir dənə funksiyası yazıram. Məsələn salamla yazıram. Salamla. Burada string bir dənə ad yazıram. Artıq return istifadə eləməyəcəyik. Void yazırıqsa daxilində returndan istifadə etmirik. Yazıram ki, cout salam. Yox, salam. Ad. Vergül, boşluq. Ad. Burada da bir dənə nida. Nida cümləsi. Yəni indi. Qəşəng. İndi gəlib məsələn mən burada bir dənə string daxil eləsəm, string str
Siyahət vermirəm artıq. Niyə siyahət vermirəm? Çünki siyahət artıq mən voidin daxilində vermişəm. Burada siyahət yazmağıma ehtiyac yoxdur. Yazıram məsəl üçün salamla STR. Proqramı işə salıram. Məsələn, bura bir dənə STR yazıram kanal. Olur salam kanal. Voidin də məntiqi belədir. Yəni voiddən başqa digər funksiyalar int, bool, nə bilim bool, float, double fərqi yoxdur. Bütün hamısı return dəyəri qaytarmalıdır. Amma void return dəyəri qaytarmır. Onun daxilində siyahət verə bilərsən. Siyahət verməsən prosedür olunacaq, heç bir şey bitəcək orada da. Yəni əgər prosesin nəticəsini görmək istəyirsənsə siyahət verməlisən onda. Yəni voidin daxilində. Voiddən də bu qədər. Yəni burada da siyahət vermirik artıq. Çünki siyahəti void daxilində istifadə etmişik. Amma digər funksiyalar istifadə eləyəndə, yəni int, bu dərsli. Burada mütləq siyahət vermək lazım. Çünki burada return type var. Okey, qəşəng. Heç bir sual yoxdursa əla. Necə? Mən sıfır dəyişənə də bəs Dərin. Necə yəni dəyərə mənimsət, dəyişənə mənimsətmək? Başa düşmədim. Siyahət da vermək, amma şimdi dəyişənə də verə bilərik də. Funksiyanın dəyəri. Return olanda. Yəni ki, return olanda siyahət yerinə ki, yəni funksiyanın qiymətinə başqa bir dəyişənə mənimsətmək. Hə, heç də normal dəyən olsun, normal bir şey. Yəni funksiya sənə dəyər qaytar, aşağıda nə istəyirsən elə də, yəni onun fərqi yoxdur. Çap elə, dəyişənə mənimsət, əməliyyat icra elə. Yəni onun fərqi yoxdur. Mütləq deyil ki, funksiyanın dəyərini çap eləyəsən, yəni. Heç nə. İndi gəlin bir dənə məsələ mən nümunə işləyim, sonra da bir iki dənə məsələ bir yerdə işləyək. Məsəl üçün sadə ədədi yoxlama funksiyası yazıram mən. Sadə ədədi funksiyanı məntiqini qururam. Sadə ədədi yoxlayıram. Yoxlayıramsa mən bu sadə ədəd haqqında nə məlumat verə bilərəm? Sadə ədəddir ya da sadə ədəd deyil. İki halımız var. Sadə ədəd deyil. Yəni deməli mənim burada funksiyanın tipin bool götürməliyəm. Niyə? Çünki burada iki dənə zaten bizim halımız var. Sadədir, sadə deyil. Bool funksiyanın adını qoyuram. Sadədir. Burada da bir dənə int tipində bir dənə x götürürəm. Açdım mötərizələrimi. İndi funksiyanın icra eləyəcəm əməliyyatları yazıram burada. If əgər x kiçikdirsə 2-dən. Mənfi ədəddirlər 2-dən kiçikdir, yəni 1 sadə ədəd deyil, 0 sadə ədəd deyil, mənfilərdə sadə ədəd deyil. Avtomatik, yəni sadə ədəd deyilsə qaytaram return false. Əla. Sonra indi 2-yə bölünən bütün ədədlər sadə deyil. Yazıram ki necə? Əla. For yazıram ki int i bərabərdir 2-dən. Kök 6 deyəndə indi bunu vurma kimi yazıram. I vurulsun i kiçikdir nədən? N-dən. Daha doğrusu kiçik bərabərdir n-dən. I plus. If əgər x qalıq i bərabərdirsə 0, deməli onda sadə ədəd deyil. Bir dənə də return false. Başqa da heç ki. Əks halda return true. Dedimdə əks halda yazmaya bilərik else. Yəni bura else yaza bilərik. Yazmaya da bilərik. Okey, bu da for işləyəcək. Okey, return true. Yəni indi burada yəni case'imiz odur ki 0 və 1 sadə ədəd deyil. Burada kök altında yoxlayırıq, bölən tapırıq. Yəni yazırıq ki bölən tapıldısa sadə ədəd deyil. Daha doğrusu bunu bu if'in qarşısına yoxlayırıq deyə bunu buraya yazaq.
True'da isə heç bir şey. Sadədir. Heç bir böləni yoxdur, sadədir. Əla, indi gəldim aşağı. Int n sin n cout cout yox. If-lə yoxlamalıyam artıq. If sadədirsə, if sadədir n sadədir deyadı. Okey, sadədir n-dirsə, yəni true verirsə, cout yazıram. Sadə ədəddir. Əks halında sadə ədəd deyil. Son proqramı icra edirəm indi. N yazmışam. Burada ivrosunu x yazmalıyam. N hardan çıxdı? Okey. Mən üçün bir dənə ədəd götürəm. Məsələn 7 sadə ədəddir, bildiyimiz kimi. Sadə ədəddir, çıxışa verir. Nə bilim 2-yə bölünməyən, sadə olmayan ədəd 15 məsəl üçün sadə ədəd deyil. Son, bu qədər. Yəni sadə ədəd tapan hazır demək bizim, yəni indi məsələn burada gördünüzsə böyük bir proses icra elədik də. Yəni demək olar ki, içində 3 dənə if var. Bir if, ikinci if, burada da üçüncü else halı var da, 3 dənə şərt halı var. Yəni bu, ta ki biz hər dəfə burada bir ədəd yoxlamaq üçün, ta ki məsələn bizim əlimizdə 10 dənə ədəd var, 10 dənə ədəd var. Hər dəfə bu 10 ədədi yoxlamaq üçün bunu yazmaq, 10 dənə bundan yazmaq deməkdir. Yəni 10 dəfə bundan yazmaq deməkdir. Yəni bu təbii ki, normal deyək, for daxilində bunu yazmaq deməkdir. Yəni ondan sonra bunu qəşəngcə çöldə funksiya kimi yaratdıq. Bir dənə belə ad qoyduq. Sadəcə buradan, bundan istifadə edərək aşağıda 1000 dən yaza bilərik. İndi mən bunu yazdım. Mənim sizdən istədiyim isə odur ki, sadədir yazdığımız funksiyasından istifadə edərək və yaxud özünüz yazaraq birdən 100-ə qədər bütün sadə ədədləri çap edən funksiya yazın. Proqram yazın. Mən yəni sadənin tapılma funksiyasını yazdım bir ədəd üçün. İndi istəyim odur ki, siz də bundan istifadə edərək birdən 100-ə qədər sadə ədədlərin hamısını çap eləyən bir dənə qəşəng bir proqram yazın. Bundan istifadə edə bilərsiniz. Bir dənə biz çatımıza baxaq, görək. Özün bilərsən, yəni funksiyadan istifadə edə bilərsən, çağırıb tapa bilərsən. 100 dəfə çağırsan, 100 dəfə çağırmaq olur. Forum daxilində çağırırsan da. Fikirləş də, gör. Deyirəm ki, şey nədir, şərt nədir? Şərt yoxdur, şərt birdən 100-ə qədər sadə ədədləri tapmaqdır. Mehdi, sən frequency array var, bilirsən onu, istifadə edə bilirsən? Frequency array, frequency. Hə, sayan array də elə bil.
Məsəl üçün if-də falan istifadə edirik, array elementi plus qoyuruq. Məsəl üçün elementi array ünvanında bu qədər sayın birinci yadda saxlayırıq. Məsəl üçün arraydə bir rəqəminizi Onun məsəl üçün birinci yerdə bir rəqəmli sayılarını saxlayır, üçüncü yerdə üç rəqəmli sayılarını istifadə edə bilirsən də yəqin ki. Qəşəng. Onu bu yön keçəyimi bilmirəm. Yoxsa yox, məncə keçməyək funksiyon falan. Algoritm deyəsən də, yes, amma sadəcə array yəni ehtiyac olur da, yəni burada deyə bilər. Nəysə bu gün heç bir şey funksiya bəhsi uşaqlar tapşırıqları ataram işləyirlər funksiya ilə bağlı. Çünki çox ağır olmasın. Ağır olmasın. Heç nə. Yəqin ki yazsız da bir nəyəsə qədər sadədir. Onun çünki onsuz yəni özü də sadə idi o proqram. Yəni burada necə eləyirik? Bir də heç int yazmamıza ehtiyac yoxdur. Onsuz yəni 1-dən 100-ə qədər ədədlər deyir. Heç bir şey. Birbaşa elə burada bir dənə for yazırıq. Inti bərabərdir 0 yazırıq. I kiçik bərabərdir. Kiçikdir daha doğrusu 100 yazırıq. 100-ə qədər dediyinə görə. Və i++. Burada if əgər sadədirsə
İndi yoxlayırıq. Əgər sadədirsə, biz avtomatik true cavab qaytaracaq və biz cout ini ekrana verəcəyik və belə bir şey də eləyə bilərik. Birbaşa yapsın. Bu qədər. Sadədir işləyir, sadədir i, qəşəng. 2, 3, 5, 7, 11, 13, 15, 17, 23, 20, 17, 19, 23, 29 və belə. Belə sadə ədədləri 1-dən 100-ə qədər bizə verən proqramı yaza bildik. Başqa funksiya ilə bağlı məncə o qədər də bizim hal-hazırda öyrənə biləcəyimiz bir şey qalmayıb. Ağlıma bir şey gəlmədi. Ancaq və tapşırıqlar işləyə bilərik funksiya ilə bağlı. Ümumiyyətlə mən tapşırıqlar da göndərəcəm sizə. Məsəl üçün palindrom söz. Sözün palindrom olub olmadığını tapa bilən funksiya. Yaza bilərsiniz proqramı. Qəşəng onda onu işləyək. Kimsə işləməmişdir. Hı? Kimsə işləmişdir. Bunu burada işləməmişdik. Funksiya kimi. Funksiyanı indi keçirik. Funksiya kimi yazmaq. Funksiya üçün. Yes. Onu səninlə biz işləmişdik. ISP məsələsi var idi. Codeforce məsələ işləyirdim, baxırdım ona. Onda uşaqlar yox idi. Qəşəng. Deməli, bir dənə palindrom yaradırıq. Palindromdur adlı funksiya. Və həmin palindrom funksiya söz palindromsa true qaytarır. Heç bir şey. Palindrom da bilirsən, tərsinə və düzünə və tərsinə eyni oxunan sözlərdir palindrom sözlər. Qəşəng, siz yazın, sonra mən də burada yazaram, göstərirəm mitdə olanlara da.
Yazdınız palindrom olanı. Yazdın? İşləyir. Təşəkkür. Yazdın sən bu adam. Yazırsan hə? Yaz. Deməli qəşəng pis bir şey. Deməli palindromdur. Palindrom adlı funksiya yaradırıq. Palindromdur adlı funksiya. Daxilində də təbii ki söz gəlir deyə string eləyirik. String x yazırıq. Funksiyanın daxilini silirəm çünki fərqli olacaq. Nə edirik burada deməli? Deməli baxın. Bir söz palindromdursa, məsəl üçün bir dənə baxın bu palindromdur. Biz yəni palindrom olduğu necə görürük ki, yəni əvvəldən sona doğru oxunuşu və sondan əvvələ doğru oxunuşu eynidir. Yəni biz bununla bunu yoxlayırıq ən son üçün. İkinci ilə sondan əvvəlkini yoxlayırıq. Üçüncü ilə sondan əvvəlki üçüncünü yoxlayırıq və əgər cütdürsə 4 ilə 5-i yoxlayırıq. Əgər təkdirsə ortada bir dənə rəqəm qalır. Yəni bir dənə daha doğrusu çar qalır. Zaten o da palindrom olduğunu bildirir. Yəni bizim bunu bu hissəyə qədər gəlib əvvəllə müqayisə, sonla müqayisə eləməyimiz və hamısının bir-birinə bərabər olduğunu görməmiz palindrom olduğunu bilməyimiz mənasına gəlir. Ona görə də daha bunu bura qədər müqayisə edib yoxlayırıq. Da bunu yenidən bunun özü ilə bunu əvvəllə müqayisə eləməyə yersizdir. Ona görə nə edirik? Baxın belə götürək. Məsələn int soldan, yəni stringin əvvəli, bir də int bir dənə sağ götürək. Bu isə stringin sonu. X.length çıxılsın 1. Çıxılsın 1. Bu isə stringimizin sonudur. Bu stringimizin əvvəlidir, bu isə stringimizin sonudur. İndi nə edirik? While, nə qədər ki sol kiçikdirsə sağdan. Yəni niyə belə yazsaq sol kiçikdirsə sağdan? Dedik axı, məsəl üçün A, B, A. Yəni bu soldan sağa doğru gedir, digəri sağdan sola doğru gəlir. Yəni artıq gəlib burada kəsişəndə artıq gəlib buradan kəsişəndə, bu hissədə kəsişəndə. Yəni onsuz biz bunlarla bunları müqayisə eləmiş olacağıq. Yəni ona görə də biz bunun palindrom olduğunu artıq görə biləcəyik və yaxud olmadığını görə biləcəyik. Yəni sonra keçib yəni bu anı yenidən qayıdıb bu an ilə müqayisə eləmək olmasın deyə, yəni sol hissə sağa çatana qədər, sağ da digər tərəfdən gəlib bir-birinə qarşılaşana qədər müqayisə eləyirik, solla sağa. While-ın daxilində yazırıq. İndi palindrom olduğunu necə yoxlayırıq? If əgər x-in soldakı elementi deyil bərabər x-in sağdakı elementinə olarsa, onda nə qaytarırıq avtomatik? Return false qaytarırıq. Yəni palindrom olmadığını qaytarırıq. Yəni bu nə deməkdir? Məsəl üçün bu A-nın bu A-ya bərabər olduğunu görür. Məsəl üçün burada bu ikinci A olsa, amma burada C olsa, yəni burada A-nın C-yə bərabər olmadığını görəcək və avtomatik false qaytaracaq. False qaytaranda biz palindrom olmadığını görəcəyik. Qəşəng. Sonra nə edirik? Bunu yoxlayandan sonra solu bir vaid artırırıq. Sağı isə bir vaid azaldırıq. Bu nə deməkdir? Yəni bununla bunu müqayisə elədik. İndi solu bir vaid artırırıq, olur ikinci element. Sağı bir vaid artırırıq, olur sağdan ikinci element. Yəni bunları müqayisə elədik. Məsələn bərabərdirsə, indi keçdik. Yenə solu bir vaid artırırıq. Gəlir üçüncü elementə, sağı yenə bir vaid azaldırıq, qayıdır sağdan üçüncü elementə. Heç bir şey. Belə return true-da yazırıq sonra. Yəni əgər bura false vermədisə, deməli sonda return true-dur. Return true-nu yazırıq. Vəsəm. Yəni bu funksiya bizim palindrom olub olmadığını yoxlayır sözümüzün. Gəldi indi bura main'in daxilinə yazırıq bir dənə
string söz. Sözü daxil edirik. If əgər söz palindromdur, söz true verərsə, deməli palindromdur. Aha. Cout palindromdur. Əks halda cout palindrom deyil. Bunu işlədək bir dənə. Məsələn, A, B, A. Palindromdur. Və həqiqətən də palindromdur, düz deyir. Məsələn, A, B, A. Bu da palindromdur, doğrudur. Məsələn, buraya yazsam, məsələn, C, A, B, A, C, A. Yəni, bu avtomatik palindrom deyil və palindrom deyil olduğu deyir. Üçün, yəni bizim funksiya ilə palindromluğu yaza biləcəyimiz kodumuz belədir. Bunu mən hətta buradan çata da göndərim ki, rahat baxa. Buradan belə çata göndərirəm. Heç nə, çatdan baxa bilərsiniz. Başqa funksiya ilə bağlı ümumiyyətlə belə məsələlər çox işləmək olar, maraqlı. Mən sizə də göndərəcəm. Bilmirəm dəqiq Codeforce-dan gəlib tapa biləcəmmi yoxsa yox, amma belə mənim özümdə də kifayət qədər məsələlər var, amma onların biraz sizin yoxlamanız problem olur. Yəni Codeforce-da rahat yazıb göndərirsiniz. Rahat yoxlayırsınız. Məsələn, özünüz faktoriyalı palindromla yazmağa baxarsınız. Palindrom nədir? Faktoriyalı funksiyonu yazarsınız. Yəni o da rahat bir şeydir əslində. Başqa heç şey belə funksiya ilə işləyərsiniz falan. Növbəti dərsdən böyük ehtimal biz artıq algoritmlərə başlayacağıq. Yəni artıq C+-ı öyrənmək, yəni düşünmürəm nəysə belə çətin bir şey qalacaq. Yəni qarşımıza çıxdıqca yavaş-yavaş öyrənə bilərik. Heç bir şey, yəni başqa nəysə sualınız var uşaqlar, burada olanlar, yoldaşlardan. Qəşəng. Nəyə? Kontestlərə nə vaxt başlayacaq deyirsən? Yəni hazırda C+ keçirik də. Yəni bununla bağlı nəsə kontestin olmağı məncə yəni doğru deyil. Bununla bağlı yox, məsəl üçün Codeforce-dan bəzi kontest var, ondan qoşulur. Hə, o heç algoritmlər artıq başlayandan sonra, çünki indi yəni uşaqlar sadəcə yəni proqramlaşma hissəsini bilirlər də, algoritmik hissə başlamamış hələ tam olaraq. Yəni biraz da işləyək, sonra Div4 kontestlərinə başlayacağıq. Yəni məncə bu ayın sonundan sonra, yəni avqust ayından etibarən həm özümüz burada, həm də Codeforce-dan və yaxud digər şeylərdən, platformalardan yəni aktiv şəkildə komanda halında da bölünüb, belə fərqli kontestlərə qoşulacaq. Orada komanda olaraq da qoşulmaq olur onsuz kontestlərə. Plus da yəni sentyabrda ənənəvi olaraq universitetdə şey keçirilir, bilirsiniz özünüzdə. Yəni normal olaraq çempionat da keçirilir, yəni universitet daxili. Yəni orada da iştirak edəcəksiniz, proqramlaşma olimpiyadası. Yəni sentyabrda olur da ənənəvi bax. Yəni məsələn şeydə iyunda eləmişdik, iyunda yox. Martda idi, apreldə mi? Apreldə deyəsən eləmişdik də, siz iştirak eləmişdiniz. Sən iştirak eləmişdin nə orada yarışmada? Hə? Qəşəng. Əla. Hə, apreldə onda. Hə, apreldə eləmişdik. Yəni elə onsuz çox eləyəcək, yəni. Biz onsuz oktyabrdan ayısı başlayır. Oktyabrdan, noyabrdan, dekabrdan. Yəni Gürcüstana gəlsəz dekabrda artıq Gürcüstandır. Həcəy orada qəşəng hazırlaşmaq lazımdır o vaxta qədər. Mehdi sən də bilirsən də əlavə də hazırlaş. Sən də yəni. Nə lazım olsa yaz. Şey deyək, həmçinin siz də yoldaşlar. Nəysə əlavə sualınız varmı Mehdi olan yoldaşlar? Yoxdursa biz yavaş-yavaş yekunlaşdıraq. Mən suallar, tapşırıqları göndərəcəm. Baxarsınız, işləyərsiniz. Nəysə problem olsa falan.
deyərsiniz, baxarıq. 5-ci gün onsuz biz tapşırıqlara ayırmışıq günümüzü. Yəni növbəti dərs olar. Sən belə onda heç nə yoxdursa, hələlik görüşənədək növbəti dəfə görüşərik. Sağ olun.